Cinsi fəaliyyətə adətən bir neçə faktorlar mənfi təsir göstərir. Bunlardan biri siqaret və onun yaratdığı zərərlərdir. Əziz dostlar, siqaretin istifadəsi zamanı siqaretin tüstüsünün tərkibində olan 60-dan yuxarı olan toksiki maddə və onun tərkibində olan əsas təsir göstərən maddə nikotin cinsi sistemə mənfi təsir göstərir. Çünki normada kişi cinsiyyət sisteminin sərtləşməsi, cinsi orqanın sərtləşməsinin mexanizmi cinsi orqana kifayət qədər qanın gəlməsinə əlaqədar olduğuna görə siqaretin tərkibində olan maddə qanda qatlaşma yaradır və damar tonusunda, damar keçirisində problemlər yaradır. Nəticədə cinsi orqanda qanın mikrosirkulyasiyası pozulur. Ona görə siqareti istifadə edərkən 2 dəfə düşünməniz məsləhətdir. Bəzi pasiyentlərimizin bizə verdiyi suallardan o doğur ki, siqareti az istifadə edirəm. Məsələn, gündə 3, 5, 10 ədəd istifadə edirəm. Bunun bir zərəri olmaz. Əziz dostlar, biləsiniz ki, azdan az, çoxdan çox zərər gələcək. Yəni, siqaretin hər bir ədədinin istifadəsi cinsi sistemə, kişi cinsi sisteminə mənfi təsir göstərir. İkinci ən böyük faktor alkoqolun istifadəsidir. Beləliklə, uzun müddət bir insan, bir kişi alkoqol istifadə etdikdə və ya alkoqolun tərkibində olan, məsələn, pivə içkisini istifadə etdikdə, onun tərkibində olan fitoestrogenlər, yəni bitki tərkibli qadın hormonuna bənzər maddələr kişi cinsi sisteminə mənfi təsir göstərir. Belə ki, alkoqolun birbaşa təsiri ümumiyyətlə hormonların miqdarını azaldır. Qaraciyər təsirinə görə testosteron birləşdirici zulala təsir göstərir və testosteronun mübadiləsi də qaraciyərdə getdiyinə görə həmin alkoqolun təsirindən cinsi hormonun mübadiləsi pozulur və bu da zaman-zaman həm cinsi hormonun ifrazında problemlər yaradır, həm də dolayısı yolla qaraciyərdə yaranmış problemlər nəticəsində cinsi hormonun təsir mexanizmində problemlər olur və bu cinsi zəifliyə, hətta sonsuzluğa qədər gətirib çıxarda bilər. Pivənin tərkibində olan fitoestrogen isə bir kişini sanki qadınlaşdırır da deyə bilərik. Çünki həmin maddə qadın hormonuna bənzəyir. Uzun müddət istifadə etdikdə hətta həmin kişilərin xüsusi bədən forması alır. Bəzən biz görürük ki, bu bədən formasında süd vəzlərinin böyüməsi, qarının böyüməsi, deməli, daha çox piylənməyə meyillilik və həmin kişidə tükün miqdarının azalması, bədəndə tükün tökülməsi də rast gəlinir və bu da öz növbəsində həm sonsuzluq, həm də sərtləşmə probleminə gətirib çıxarda bilər. Üçüncü ən böyük faktor kişi cinsi sisteminə təsir göstərən zərərli vərdişlər içərisində psixotrop və narkotik maddələrin istifadəsidir. Narkotik maddələri istifadə edərkən siz bilməlisiniz ki, o maddələr müxtəlif qruplara bölünür. Bunlar kimyəvi və ya təbii ola bilər. İstənilən halda həmin maddələr beyində hipofiz vəzi və beynin digər mediator sisteminə təsir göstərərək kişi cinsi sistemini və ümumiyyətlə insanın hormon balansını və həmçinin beyində hipofiz vəzidən ifraz olunan prolaktin miqdarına təsir göstərdiyinə görə bu sizdə sonsuzluq, prolaktin miqdarının artması, süd vəzlərinin böyüməsini gətirib çıxarda bilər və nəticədə erektil disfunksiya, sərtləşmə problemi, seksual disfunksiya, istəksizlik, libidonun aşağı düşməsi, sperma keyfiyyətinin və miqdarının azalmasına rast gəlinir. Son vaxtlar bizim bir pasiyentimiz olmuşdur ki, onu biz müayinəsi zamanı həmin insan uzun müddətli xroniki demək olar ki, narkotik maddələrdən istifadə edirdi. Həmin insanda prolaktin dediyimiz hormonun miqdarı dəfələrlə, hətta 10 dəfəyə qədər artması müşahidə olunmuşdur. Bu da öz növbəsində təbii ki, sərtləşmə probleminə və sonsuzluğa gətirib çıxarda bilər. Kişi cinsi sisteminə mənfi təsir göstərən ən problemli hallardan biri də yuxusuzluqdur. Əziz dostlar, yuxunun pozulması, az yatmaq, 10 saat, 8 saat, 9 saatdan az yatmaq və ya ritmin pozulması, bəzən görürsən insan yatır kifayət qədər saat hesabı, amma gecə vaxtı məsələn 2 dəfə, 3 dəfə ayılır, bu ritm pozuntusu da gətirib çıxardır. Bu da öz növbəsində kişiliyin düşmənidir. Biləsiniz ki, normal yuxu, normal cinsi əlaqə, normal cinsi həvəs deməkdir. Bu son dərəcə önəmlidir. Kişi cinsi sisteminə təsir göstərən növbəti faktor stressdir. Stressin təsirindən bədəndə kortizol hormonu artır. Kortizol hormonu birbaşa və ya dolayısı yolla kişi cinsi hormonu olan testosteronun miqdarının azalmasını gətirib çıxardır və ya kişi cinsi hormonu testosteronun düşmənidir. Ona görə stressiz həyata yaşamağa çalışın ki, stressiz həyat sizin normal cinsi fəaliyyətinizə maneçilik törətməyəcək. Və kişi cinsi sisteminə təsir göstərən ən böyük son vaxtlar təbii ki, şəhərləşmə prosesi ilə əlaqədar ən böyük mənfi təsir göstərən faktorlardan biri də hipokineziyadır, yəni hərəkət azlığı.
İnsanların şəhərləşmə ilə əlaqədar, avtomobil idarə etməsi ilə əlaqədar və iş yerinin, yaşayış yerinə yaxın olması ilə əlaqədar artıq uzun müddət hərəkətsiz qalırlar. Bu da öz növbəsində bədən çəkisinin artmasına, əzələlərin işləməməsinə və nəticədə piylənməyə və durğunluğa gətirib çıxardır. Dolayısı yolla piylənmə özü də cinsi zəifliyə və erkən boşalmaya və sonsuzluğa gətirib çıxardır və hərəkətin azlığı əzələlərin atrofiyasına və bir kişinin zəifləməsini gətirib çıxardır. Ümumiyyətlə, kişi bədəni qadın bədənindən fərqli olaraq əzələvi orqan, əzələlərin miqdarı daha çox formalaşıb və əzələlərin inkişafı üçün mütləq hərəkət lazımdır. Məsələn, ortalama məsləhət görülür ki, gün ərzində gəzməklə əgər biz bunu ölçsək, bir kişi gün ərzində 6-8 kilometrə qədər məsafə qət eləməlidir. Bunu siz məsələn başqa bir hərəkətlə də əvəz eləyə bilərsiniz. Hər gün 3-4 dəfə yaxınlaşmayla 30-30-30 oturub durmaq hərəkəti eləyə bilərsiniz ki, bu da kişi cinsi orqanın fəaliyyətini yaxşılaşdırması ilə bərabər, aralıq nahiyəsinin əzələlərin fəaliyyətini yaxşılaşdırması ilə bərabər, həmçinin çəkicə ən böyük əzələ olan ayaq əzələlərinin stimulyasiyasına gətirib çıxardır və o da öz növbəsində kişi cinsi hormonu olan testosteronun miqdarını artırır. Zərərli vərdişlərdən uzaq olun ki, cinsi fəaliyyətiniz sağlam qalsın. Mən androloq Həsən Səmədov sizin cinsi və androloji problemlərlə əlaqədar olan bütün suallarınıza cavab verə bilərəm və bunun üçün bizim kanalımıza abunə ola bilərsiniz.